Hamıya salam. Bugün sizə coğrafyanın ən əsas mövzularından biri olan yerin ölçüləri, paralellər və meridianlar haqqında ümumi qarışıq məlumatlar verəcəm ki, əgər ki çətinliyiniz vardısa bu mövzuda asanlıq gəlsin və həmin mövzunu asanlıqla başa düşə biləsiniz. Elə isə getdik. Gördüyünüz çevrədir. Bunun daxilində bir nöqtə qoyuruq. İlk öncə onu deyim ki, yer haqqında deyilməyəcək söz qalmayıb. Yerə kardioid deyiblər, geoid deyiblər, ellipsoid deyənlər olub. Biz isə bunları qoyuruq bir qırağa, çünki mən də başqa bir şey deyə bilərəm. Əsas odur ki, o sübuta yetirilsin. Elə isə bizə dərslikdə nələr verilibsə, onları öyrənməyə məcburuq. Çevrənin daxilində bir nöqtə qoyduq və bu nöqtədən kənarlara doğru xətt çəkdik və bu adlanır bizə radius. Qərbə doğru çəkilən radius ekvatora toxunduğundan bu radius adlanır ekvatoral radius. Şimala doğru radius çəkirik, qütbə toxunduğundan adlanır qütb radiusu. Bu radiusları davam elətdiririk əks tərəflərə və bizdə alınır diametr. Ekvatoral radiusun kəmiyyəti 6378, qütb radiusunun kəmiyyəti 6357. Yəni bu da ondan irəli gəlir ki, qütblər, bu hissələr 21 kilometr hər iki tərəfdən basıqdır. 6378 oldu ekvatoral radius və bunu davam elətdirdik. Alındı bizdə nə? Ekvator xətti. Ekvator xəttinin də dərəcəsi 0 dərəcədir. Ekvator adlanır tən bölən. Nəyə görə tən bölən adlanır? Çünki yer kürəsini 2 bərabər hissəyə bölür. 2 bərabər hissəyə böldüyü zaman şimalda qalan hissə şimal yarımkürəsi, cənubda qalan hissə cənub yarımkürəsi adlanır. Ekvator ən böyük paraleldir. Ekvatordan qütblərə doğru getdikcə paralellərin dərəcə qiyməti artır, amma onların uzunluğu azalır. Və azala-azala gələrək qütblərdə nöqtə halına çevrilir 90 dərəcə. Ən uzun paralel oldu ekvator. Paralellər coğrafi enlikdir. Aydındır. Coğrafi enlik deyəndə biz paralellərə baxırıq. Günəşin düşmə bucağını hesablayanda biz paralellər üzərindən hesablama aparmış oluruq, aparmalıyıq. Bu xətt isə adlanır meridian. Buna biz formal olaraq verək 0 dərəcəlik meridian. Yəni başlanğıc meridian. 0 dərəcəlik meridiandan şərqdə olan hissə adlanır şərq uzunluğu. İlk öncə onu deyim ki, 0 dərəcəlik meridian və bunun əksi olan xəyali bir əlavə meridian çəkək. Bu da 180 dərəcə. Bu meridian və 0 dərəcəlik meridian yer kürəsini 2 yarımkürəyə bölür. Hansılardır? Bu hissə olur qərb yarımkürəsi. Bu isə olur şərq yarımkürəsi. Şərqə doğru gedirik 180 dərəcə, qərbə doğru gedirik 180 dərəcə. Olur cəmi 360 dərəcə. 360 dərəcə yerin ümumi dərəcəsidir. Və 360 dərəcəni yer 24 saata dönür. 24 saata dönürsə 1 saata 15 dərəcə dönmüş olacaq. Aydın. Buradan da qayda çıxarmış olduq. Meridianlar üzrə biz nəyi hesablayırıq? Meridianlar üzrə biz hesablayırıq saat qurşaqlarını. Meridianların uzunluqları paralellərdən fərqli olaraq bir-birinə bərabərdir. Ona görə də meridianın 1 dərəcəlik qövsünün uzunluğu da bərabərdir. 111,1. Amma paralellərdə ekvator xəttinin
1 dərəcəlik qövsünün uzunluğu 111,3-dürsə, 40 dərəcəlik paralelin 1 dərəcəlik qövsünün uzunluğu 85,4-dür. Aydındır, baxın bu. Fərqi görürsünüz, təxminən bunu 40 götürə bilərik. Ekvator çevrəsinin uzunluğunu hesablamaq üçünsə, bu cür belə bir xəyali xətt çəkək, təsəvvür edək ki, fırlanır, gəlir, birləşir. Hesablamaq üçün dedik ki, meridianlar neçə dərəcə yaradır? 180 şərqdə, 180 qərbdə. Birləşir, eləyir 360 dərəcə. 1 dərəcəlik ekvatorda 1 dərəcəlik paralel qövsünün uzunluğu bərabərdir 111,3-ə. Bəzən çalışmalarda, şərtin daxilində, məsələlərdə bu 111 verilir, bəzən 111,3 verilir, amma əksərən 111 verilir. 1 dərəcəlik qövsün uzunluğu bərabərdir 111,3-ə. Ümumi çevrənin uzunluğunu tapanda isə biz 111,3-ü vuracağıq 360 dərəcəyə və ekvator çevrəsinin uzunluğunu tapacağıq. Bu kitablarda bizə birbaşa verilir. Nə qədərdir? 40.076. Yəni bu çevrənin uzunluğu 40.076-dır. 40 dərəcədə 85,4 olduğuna görə 1 dərəcəlik paralel qövsünün uzunluğu. Onu da 360-a vurub 40 dərəcəlik paralel çevrəsinin uzunluğunu rahatlıqla hesablaya bilərik. Dedik ki, meridianların uzunluqları bir-birinə bərabərdir. Bütün meridianlar hansı nöqtələr birləşdirir? Bütün meridianlar qütbləri birləşdirir. Və meridianlar da özlüyündə, baxın, bu hissədən, yəni bu meridian qütbü aşaraq gəlir digər tərəfdən birləşir. Meridian çevrəsinin uzunluğu isə 40.009 kilometr. Bu da belə. Biz meridian çevrəsinin əks meridianını tapmaq üçün həmin meridiandan 180-dən daha doğrusu həmin meridianı çıxırıq. Əgər biz 20 dərəcə şərq uzunluğunun əks meridianını tapmaq üçün onu 180-dən çıxıb 180 çıx 20 160 yarımkürəni dəyişirik. Şərqdirsə olur qərb uzunluğu. Yer kürəsinin ümumi sahəsi 510 milyon kvadrat kilometrdir. Bunun ümumi olaraq su sahəsi daha geniş yer tutur, quru sahəsi nisbətən azdır. Belə olduğu halda su sahəsi daha gec qızmış olacaq. Çünki daha böyük ərazi tutur. Daha böyük ərazi tutan hər hansı bir sahə daha gec qızır. Bir də təkrar eləyək. Coğrafi enlik dedikdə biz paralellərə baxırıq. Coğrafi uzunluq dedikdə meridianlara baxırıq. Paralellərin uzunluqları fərqlidir. Ekvatordan qütblərə doğru getdikcə paralellərin dərəcə qiyməti artır. Yəni dərəcə qiyməti 0-dan 90 arasında dəyişir. Şimala və cənuba. Amma uzunluqları azalır. Meridianların uzunluqları bir-birinə bərabərdir və qütbləri birləşdirirlər. Aydındır. Bir meridiana əks olan meridianı tapmaq üçün 180-dən həmin dərəcəni çıxıb və yarımkürəsini dəyişirik. Aydındır. Ümid edirəm ki, bu mövzunu başa düşdünüz.